Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə News 24 Azər Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalıda 9, Şaxdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyranköy və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şaxdağda 20, Altağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə saatda 15 metrə çatır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarda 23, Naxçıvan Muxtar Respublikasında 29, Dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-sına dək davam edəcək.